Bağışlayan və mehriban Allahın adıyla. Hər vaxtınız xeyir izləyicilər. Qadar verilişi yenidən sizin görüşünüzə gəlib. Ramazan ayı boyunca davamlı olaraq verilişdə çəkməkdə davam edirik və bu gün də mövzulardan biri Ramazan ayının dəyərlərinin qorunması haqqındadır. Mövzuda bağlı isə verilişimizə ilahiyyatçı Hacı Sahib Məmmədovu dəvət etmişik. Hacı, xoş gəlmisiniz. Çox sağ olun. Allah razı olsun. Biz də sizi və bizi izləyən hər kəsi salamlayırıq. Oruc namazları qəbul olsun inşallah. Amin. Çox sağ olun. Allah razı olsun. Təşrifdə qəbul ediniz, gəldiniz. Buyurun. Ramazan ayının dəyərləri haqqında necə qorunmaq lazımdır bu haqqında danışaq inşallah. İlk sual belə olacaq ki, Hacı, orucun fəlsəfəsi haqqında biz nə deyə bilərik? Bəli, orucun çox böyük bir fəlsəfəsi var. Quran-ı Kərim, hədislər orucun mənasını bizim üçün açıqlayırlar və biz də özümüz orucun mahiyyətinə nəzər salanda görürük ki, oruç tutmaq hansısa işləri yerinə yetirmək deyil, əksinə işləri tərk eləməkdir və dinimiz elə bundan başlayır. Dinimizin şüarına baxanda la ilahə illallah, təsdiqdən qabaq inkar var, yəni cümlə özü inkarla başlayır. La ilahə illallah, yoxdur Allahdan başqa Allah. Bunun xüsusi mesajları var bu cümlələrin, şüarların. Onlardan da biri budur ki, insan əvvəlcə özünü təmizləməlidir, günahlardan özünü qorumalıdır, sonra gözəl əməllərlə özünü bəzəməlidir. Biz adətən yaxşı işlər görürük, amma pis işlərdən də çəkinmirik. Pis işdən çəkinmək də əsas məqsəddir və özü də yaxşı iş görməkdən qabaq məqsəddir. İnsan birinci özünü qorumalıdır. Deyək ki, əgər bir insan bir evi təmizləmək istəyirsə, onu bəzəməmişdən qabaq gərək birinci təmizliyə, onun tozun, ondan sonra torpağını ala, ondan sonra bəziyə. Əgər bu işi görmədən bəzəsə, onun heç bir faydası olmaz. İnsan da özünü ilk növbədə təmizləməlidir, ondan sonra gözəl əməllərlə özünü bəzəməlidir. Bunu əxlaq alimlərinin dili ilə desək, bir var təxliyə, bir var təhliyə. Təxliyə yəni özünü boşaltmaq, təhliyə isə özünü zinətləndirmək. Bəli, təzkiyə elə həmin o sözdür ki, insan özünü tərbiyələndirib yüksəyə doğru gedir. Bəli, dinin əsas məqsədi də elə budur və oruç tutmaq da bizə bu həqiqəti anladır və fəlsəfəsi də elə bundan ibarətdir ki, insan haram işlərdən çəkinməlidir və haram işdən çəkinmək insan üçün qarşıda qoyulan vəzifələrindən, məqsədlərindən biridir. Əgər insan yaxşı iş görürsə, pis işlərdən çəkinmirsə, bunun faydası olmaz. Allah buyurur ki, İnnəmā yətəqəbbəlullah minəl muttəqin. Allah təqvalı insanlardan qəbul edir. Biz özümüz də beləyik. Məsələn, üstü başı çirk olan insandan əlindən nəsə alıb yemərik. Təmiz insanın əlindən nəsə alıb yeyərik. Allah da buyurur ki, mən təmiz insanlardan, pəhrizkar insanlardan, özünü bulaşdırmamış, çirkəba bulaşmamış insanlardan yaxşı əməlləri qəbul edərəm. Və oruc tutmaq, orucun ümumiyyətlə fəlsəfəsi insanı buna hazırlaşdırmaqdır. Quran-ı Kərim özü də buyurur ki, ey möminlər, Allah tərəfindən sizə oruc yazıldı ki, əlbəttə sizdən əvvəlkilərə də yazılmışdı, ləalləkum təttəqun, təqvalı olasınız, pəhrizkar olasınız. Bizim dinimizin əsas mövzularından biri təqvalı olmaqdır, yəni özün qorumaqdır. Özün qorumaq o qədər vacib bir məsələdir ki, Allah Teala hətta Quran-ı Kərimdə özə and içib, buyurub, və nəfsin və ma səvvaha, and olsun nəfsə. Yəni, hər bir insan ki, özünə özüm deyir, Allah o özə and içir. Və buyurur ki, fəəlhəməha fücuraha və təqvaha. Onu özünü qorumaq və özünü necə yaralamaq yolunu Allah insana öyrədib. İnsan özünü yaralaya da bilər, özünə zərbə vura da bilər, özünü qoruya da bilər. Bəli, soyuq havadan insan özünü qoruduğu kimi, xəstəlikdən özünü qoruduğu kimi, yol gedəndə tikandan özünü qoruduğu kimi, daş kəsəkdən özünü qoruduğu kimi, insanın da bu dünyada əsas vəzifələrindən biri özünü qorumaqdır. Və Ramazan bir növ özünü qorumaq ayıdır və fəlsəfəsi də elə bundan ibarətdir ki, Ramazanda insan özünü qorumaqla məşğuldur. Özünü qorumaqla məşğuldur. Məsələn, Quran-ı Kərimin bir çox ayələrinə nəzər salırıq. Görürük ki, Quran-ı Kərim bizi bir neçə şeydə diqqətli olmağa çağırır.
Məsələn, bir yerdə buyurur ki, fəlyanzuril insanu ila taamihi. Hər bir insan yediyi yeməyə fikir verməlidir, diqqət eləməlidir. Burada məsumlarımız tərəfindən nəql olunur ki, elmdən məqsəd, yeməkdən məqsəd burada elmdir. İnsan hardan bəhrələnir, kimdən öyrənir, kimdən dərs alır, müəlliminə, ustadına fikir verməlidir. Belə də insan həqiqətən də yeməyinə fikir verməlidir ki, yediyi yemək halal olsa insanda tamam başqa cür təsir qoyacaq, haram olsa tamam başqa cür təsir qoyacaq. Yəni, həqiqətən də insanın neçə şeyə diqqət eləməsi lazımdır. Quran-ı Kərim məsələn buyurur ki, وَلْتَنْزُرْ نَفْسٌ مَا قَدَّمَتْ لِغَدٍ. Hər bir insan baxmalıdır ki, səhəri üçün nə tədarük görüb, nə hazırlayıb. Ramazan ayı da insanda özünə nəzarət yaradır. Bir növ özünə nəzarət proqramıdır. Adətən insan özünü unudur. Hətta məsələn, Allah buyurur ki, وَلَا تَكُونُوا كَالَّذ۪ينَ نَسُوا اللّٰهَ فَاَنْسَاهُمْ أَنْفُسَهُمْ. Olmayın Allah'ı unudanlar kimi. Əgər Allah'ı unutsaz, Allah sizə özünüzü unutdurar. Yəni, özünü unutmaq böyük bir bəladır. Hətta Allah tərəfindən cəza olaraq insana verilən bir bəladır. Ən şiddətli bəladır. İnsan hər şeyi xatırlayır, hər şey barədə düşünür və hər şey insan üçün maraqlı olur, amma özü haqqında düşünmür, özü haqqında maraqlanmır. Hətta hədislərdə bizə Peyğəmbərimiz, hətta Əleyhisselamın kəlamında da var ki, buyurur, Allah tanımaya yol özün tanımadan keçir. Hər kəs özünü tanısa Allah'ını tanıyar. Mən arafə nəfsə, fəqəd arafə Rəbbə. Hər kəs özünü tanısa Allah'ını tanıyar. Deməli, bu Allah özünü tanımada nə boyda böyük bir faydalar var ki, Allah tanıma kimi sərmayə özün tanımada yatıb. Və özünü qorumaq artıq burada insan başa düşür ki, nə qədər insan üçün vacibdir. Hətta məsələn, bir valideyn üçün, bir ata üçün, bir ana üçün övlad hardasa bir səfərə çıxanda, hansısa bir yerə gedəndə onun yeməyi, içməyi, geyimi, nə vaxt yeyir, nə vaxt yatırır, nə vaxt durur, hamısı valideyn üçün nədir? Maraqlıdır. Elə hey övladla danışanda övladına deyir ki, yeməyi yemisən, əynəvi qalın geyinmisən. Yəni, dönə-dönə tapşırıqlar verir. Onun geyimindən, yeməyindən, durmasından, oturmasından, bütün hərəkatı, bütün oturuşu, duruşu, davranışı valideyn üçün maraqlıdır. Bu valideynin öz övladına olan məhəbbətinin şiddətini göstərir ki, nə qədər məhəbbəti var, nə qədər başqası üçün maraqlı olmaya bilər. Amma insan birini sevirsə, onun hər şeyi insan üçün maraqlıdır və onun üçün nə qədər önəmlidir ki, o özünü qoruya. Biz açırıq Quran-ı Kərimə baxırıq, görürük ki, Quran-ı Kərimdə elə Allah cənnətdən, cəhənnəmdən danışır, vacib əməllərdən danışır, müstəhəb əməllərdən danışır və ən çox da Allahın səslədiyi, bizi dəvət elədiyi şey təqvadır. Elə özünüzü qoruyun, özünüzü qoruyun. Sanki Allah Quran-ı Kərimi oxuyanda Allahın bizə qarşı, bəndəsinə qarşı olan məhəbbətini orada görürük ki, ilahi sənin bəndənə nə qədər böyük məhəbbətin var ki, elə hey oturub durub onu düşünürsən. Bəndəvi düşünürsən ki, bəndə özün qorusun. Hətta məsələn, Quran-ı Kərimdə açıq-aşkar buyurur bir ayədə ki, qu ənfusakum və əhlikum narən. Özünüzü və ailənizi, əhlinizi oddan qoruyun. Yəni, bu özün qorumaq, təqva da odur. Bax, orucun fəlsəfəsi o özün qorumağı insanda yaradır. İnsan nələrdənsə çəkinməklə insanda o təqvanı yaradır. Özdə biz diqqət eləsək görərik ki, Ramazanda biz halal işlərdən çəkinirik. Halbuki bizim üçün məqsəd haram işlərdən çəkinməkdir. Sanki haram işlərdə çəkinməyimizdə problem görür Allah, zəiflik görür, iradə zəifliyi görür, gətirir bizi halallardan çəkinmək üçün bir ay məşq elətdirir. Ki, Ramazan ayından sonra insan haramdan çəkinmədə iradəsini gücləndirə bilsin və özünə inam yaransın. İnsan, məsələn, günahdan çəkinmədə bəzən özünə inanmır. Birinə deyirsən ki, filan işi görmə, o adam deyir ki, yox, mən bacarmıram özümlə. Özümlə bacarmıram. Sanki özünə inanmır, özünlə bacarmır. Ramazan ayı, bax, həmin insanlar üçün, ümumiyyətlə, bütün insanlarda bu problem var, az çox. Bəli, həmin bu problemi kökündən
həll eləmək üçün çox gözəl bir fürsətdir. Və Ramazan ayının fəlsəfəsi budur ki, insana səbr öyrədir, insanda iradəni gücləndirir. Bunlar hamısı həmin o günahlardan, haramlardan, Allahın, məsələn, Ramazan ayının biz dualarına baxırıq, görürük ki, elə dualarında var, İlahi bizi öz bəyəndiyin və razı qaldığın şeylərə yönəlt. Və bizi narazı qaldığın şeylərdən çəkindir. Bu artıq, bu dua da Ramazanın o fəlsəfəsi ilə, ondan sonra ab-ı havası ilə uyğun gələn bir dualardandır ki, bəli, bizə necə həkim öz xəstəsinə bir nüsxə yazar, o nüsxədə adətən iki şey olar. Çox şey olar, amma baxırsan onların məzmunu iki növdən ibarətdir. Əməl olunası şeylər, tərk olunası şeylər. İnsan xəstə olduğu halda əməl olunası şeylərə əməl eləsə, paralel olaraq tərk olunası şeyləri yerinə yetirməsə, onun insana o qədər də faydası olmaz. Və yaxud da tərk olunası şeylərdən çəkinə, əməl olunası şeylərə əməl eləməyə. Yenə də faydası olmaz. Quş bir qanadlı uça bilmədiyi kimi, bunun da iki qanadı var. Bu, Allaha sarı mənəviyyat aləmində seyr eləməyin, pərvazlamağın iki qanadı var. Əməl olunası şeylər, paralel olaraq tərk olunası şeylər. Bax, orucluq, Ramazan bizə bu həqiqəti öyrədir ki, biz yəni Allaha sarı getmək üçün həmin o tərkdən başlamalıyıq. Yəni, müəyyən şeylər var ki, həyatımızda bizim mənəviyyatımıza, ruhumuza zərərli, ziyanlı şeylər, hansı ki, onlar bizim şəriətimizdə, Allahın dinində açıq-aşkar buyurulub, bəli, onlardan insan çəkinməlidir. Maraqlı. Hacı, bəzi əxlaq alimləri var ki, orucu bir neçə növə bölürlər. Bəli. Bunun dini əsası, dini mənası, bu barədə nə demək? Bəli, əsasən alimlər 3 hissiyə bölürlər, orucu 3 növə ayırırlar və bir başqa sözlə desək, deyirlər ki, orucun 3 dərəcəsi var. Birinci dərəcənin adına deyirlər ümumi oruc. İkincisi xüsusi oruc. Üçüncüsü daha xüsusi oruc. Ümumi oruc insanın mədəsinin orucudur. Hansı ki, o orucu hamı tutur. İnsan yemir, içmir, belə deyək, mədəsini qoruyur. Buna ümumi oruc deyirlər. İnsan şəriətdə orucu batil eləyən şeylərdən çəkinməsidir. Bunu hər bir insan tutur və elə orucun, belə deyək, zahirdə mənası budur. Amma görək orucun həqiqətənmi mənası bundan kifayətlənir? Yəni, adama sual gəlir ki, Allah məgər insana niyə görə yemək içməyə qadağa qoyub? Bu bir adət-ənənədir, yoxsa Allah bizə nə isə demək istəyir bundan? Biz gərək Allahdan istəyək bunu ki, ilahi bizə ümumi oruç tutmağı nəsib eləmirsən. Biz şükür Allaha ki, iradəmizi toplamışıq, bayaq dediyimiz kimi. Özümüzə inanmırdıq, amma yavaş-yavaş iradəmiz güclənir, özümüzə inanırıq ki, mən bacarıram. Bəli, amma elə olsun ki, mənim orucum elə ümumi oruc səviyyəsində qalmasın. Bundan bir pillə geçsin yuxarı, bundan bir pillə yuxarı həmin o xüsusi orucdur. Xüsusi oruc insanın təkcə mədəsinin orucu deyil. Gözünün də orucu, ağzının da orucu, əlinin orucu, ayağın orucu. Bəli, hədislərdə var ki, məsumlarımız buyurur, əsasən İmam Sadiq əleyhissalamdan da buyurur ki, əgər oruç tutdunsa, dilin də oruç tutsun. Ayağın da oruç tutsun, gözün də oruç tutsun. Yəni, təkcə ağız yemək, içmək baxımından oruç tutmasın. Ki, yemək, içmək getməsin oradan, orucun batil olar. Bayaq dedik, oruc özünə nəzarətdir, özün qorumaqdır. Təkcə mədəni qorumaq yox, özün qorumaq. Öz tamam başqa bir şeydir. Öz həmin o insanın bütün bədən üzvlərini qorumasıdır. İnsan naməhrəmə baxmamalıdır, insan yalan danışmamalıdır, qeybət etməməlidir. Əgər insan mədə oruç tutur, ağızdan heç nə getmir, yemir, içmir, amma göz harama baxır, dil yalan danışır, ayaq haram yerə gedir, əl haram qazanır. Bunlar əgər yenə də öz fəaliyyətindədirsə, o oruc
sadəcə quru dini ayindən başqa bir şey olmayacaq. Hətta hədislərdə də gəlir. O qeyd elədiniz ki, yəni dini əsası hədislərdə də gəlir məsumlarımız tərəfindən ki, o orucun insana quru zəhmətdən başqa heç nəyi qalmaz. Ancaq aclıq, susuzluq qalar. Elə bir qiyamətin günündə Allah oruç tutanları çağırar və deyər ki, gəlsin bura oruç tutanlar. Allah istəyir onları mükafatlandırsın. Axı, bizim hədislərdə var ki, mömin insan, oruç tutan insan 2 vaxtı sevinər. 2 sevinç halıyorlar. Bir, iftar vaxtı yemək yediyi zaman, o yemək sevinci deyil ha. Yəni, o yeməkdən hər zaman var. İnsan yeməyə görə sevinmir. Mən deyərdim ki, o vəzifəsinin öhdəsindən layiqincə gəldi. Bax, o sevincdir. O şadlıqdır. Yəni, səhərdən axşama qədər Allah bunun qarşısına vəzifə qoydu ki, sən yeməyəcəksən, içməyəcəksən. Və bu da yemədi, içmədi. Axşama qədər özün saxlaya bildi. Və o iftar vaxtı ki, sevinir, o sevinc artıq imtihanın öhdəsindən gəlmək, vəzifəyə əməl etmək nə idi? Sevincidir. Deyirlər, insanın halı haçan xoş olur. Əxlaq alimləri, ariflər buna cavab veriblər. Deyirlər, heyvan üçün qərizəsinə əməl eləyəndə, insan üçün vəzifəsinə əməl eləyəndə. Heyvan qərizəsinə, yəni istəklərinə əməl eləyəndə onun üçün gün xoş olur. Yeməyi, içməyi vaxtında. Amma insan vəzifəsinə əməl eləyəndə, insanda qərizədən əlavə vəzifə də var. İnsana Allah qərizələri verib, istəkləri verib. Amma vəzifə də verib. Nəyi, harda, nə cür, nə qədər istifadə eləməlisən. Heyvana qərizə verib, vəzifə verməyib. İnsanın günü o zaman xoş olur ki, vəzifəsinə əməl eləsin. Əleyhisselamın bir kəlamı var. Buyurur ki, insan üçün bayram o gündür ki, günah eləmir. Yəni, günah eləməmək insanın nəyidir? Vəzifəsidir. Deməli, vəzifəsinə insanın əməl etdiyi gün insan üçün xoşdur. Bax, həmin o insan vəzifəsinə əməl eləyib deyə gün ərzində iftar vaxtında sevinir. O sevinc nə sevincidir? Həmin o vəzifəsinə əməl etməyin sevincidir ki, Allahım şükür sənə ki, mən vəzifəmə əməl edə bildim. Başa vura bildim. Buyururlar, oruç tutanın ikinci sevinci də qiyamətin günündə Allahla qarşılaşanda. Liqaullah zamanı. Yəni, Allahın mükafatı ilə qarşılaşanda. Oruç tutana Allah həmin oradakı mükafat verəcək. Bəli, buyurur ki, o zaman insan sevinəcək. Qiyamətin günündə təsəvvür eləyək. Allah buyurur ki, oruç tutanlar gəlsin. Siyahıda adları sayırlar. Amma deyək ki, birinin adı çıxmır. Deyir ki, ilahi, mən daha oruç tutmuşam. Olmasın ki, Allah orada desin ki, sən oruç tutmamısan, sən ac qalmısan. Ac qalmaq başqadır, oruç tutmaq başqadır. Bax, o ikinci, ustadların dediyi ikinci növ oruc, xüsusi oruc, bax, əslində orucun mahiyyəti, həqiqəti, fəlsəfəsi yoxdur. Ki, bizim bütün bədən üzvlərimiz neynəsin? Oruç tutsun. Gözümüz, dilimiz, ağzımız, əlimiz, ayağımız, hamısı oruç tutsun. Yəni, günahdan özün saxlasın. Necə mədəmiz yeməkdən özün saxlayır, bədən üzvlərimiz də günahdan özün saxlamalıdır. Bu xüsusi orucdur. Bəli, bu artıq nədir? Burada orucun mükafatı var. Burada birincidən fərqli olaraq məsumlarımız buyurdu ki, orada sadəcə əziyyətdir insana qalan. Burada isə artıq orucun mükafatı, orucun şirinliyi nədir? O verilir insana. Üçüncü oruc isə daha xüsusi, xüsusəl, xüsus orucu. Bu nədir? İnsanın ruhunun, insanın düşüncələrinin, fikirlərinin orucu. Yəni, bədən üzvləri nəinki günaha getmir. Ruh, düşüncə heç günah fikirləşmir. Nəinki bədən üzvləri günah eləmir. Hətta insanın batini, düşüncəsi, ruhi. Quran-ı Kərimdə belə bir ayə var. Sanki bu oruc növünə, belə deyək, işarə vurur. Düzdür, orucdan danışmır. Ümumiyyətlə günahdan danışır. Çünki biz dedik, orucun fəlsəfəsi elə insanı təqvali olmaqdır, günahdan qorumaqdır.
Bir yerdə məsələn buyurur ki, günah eləmə. Bir yerdə də buyurur ki, günaha yaxınlaşma. Günaha yaxınlaşma. Məsələn buyurur ki, yetim malı yemə. Bir yerdə də buyurur ki, və la təqrabu maləl yetim. Yetimin malına yaxınlaşma. Bir yerdə buyurur məsələn zina eləmə. Bir yerdə də buyurur ki, la təqrabu zina. Zinaya yaxınlaşma. Bir var günah, bir var günahın müqəddiməsi. Dinimiz bizi nəinki günahdan çəkinməyə çağırır. Hətta buyurur, günahın müqəddiməsindən də çəkin. Axı, günah birdən-birə baş vermir. Əvvəl nəsə bir mərhələlər olur, ondan sonra günah baş verir də. Əvvəl birdən-birə insan qeybət eləmir ki. İnsan yavaş-yavaş birinin barəsində başlayır axtarışa. Ondan bir neçə dənə eyib tapır. Sonra başlayır, onun barəsində pis fikrə düşür. Sonra kin yaranır, axırda gəlir, başlayır qeybət eləməyə. Yəni, qeybət, deyək ki, neçə mərhələdən gəlir. Zinanın özü də o cürdür. Əvvəl heç istəyə düşməmişdi. Amma baxdı, baxandan sonra istəyə düşdü. Yavaş-yavaş başqa mərhələlər, axır gəlir, həmin o günah laf axırıncı mərhələdə baş verir. Ona görə də buyurur ki, günahın müqəddiməsindən də çəkin. Və xüsusi, daha xüsusi oruc nə orucudur? İnsan həmin o müqəddimələrdən çəkinə. Yəni, həmin o günah fikrini heç fikrinə belə gətirməyə, xəyalına gətirməyə, ruhun qoruya, ruhundan təkəbbürü, özün bəyənməyi, ruha aid, mənəviyyata aid nə qədər günahlar var. Günah elə təkcə əməllərə aid deyil. Təkəbbür insanın ruhuna aiddir, həsəd insanın ruhuna aiddir, ücb özünü bəyənmək, özündən razı qalmaq. Bax, bunları da insan ruhundan təmizləyə. Bu orucu da Allah inşallah hamımıza nəsib eləsin. Hacı, Ramazan ayı olduğuna baxmayaraq, yəni küçədə görürük ki, açıq-aşkar yemək yeyənlər var, su içənlər, başqa işlər görənlər var. Oruç tutmayıblar, bəli, aşkara da yeyib içirlər. Yəni heç fikir verilmir ki, kimsə oruç tutub, bəlkə kiməsə bir təsir eləyərsən, onun yanında su içirsən. Belə bir görürük də, yəni küçələrdə gün ərzində. Bu barədə nə demək olar? Nə deyə bilərsiniz? Bəli, əlbəttə ki, bu yaxşı hal deyil. Bu Ramazanın ab-havası ilə, Ramazanın belə deyək, fəlsəfəsi ilə uyğun gəlməyən bir şeydir. Çoxu Ramazanı elə başa düşür ki, Ramazan sadəcə bir aydır və bu ayda oruç tutmaq deyilib. Bu da bir dini adət-ənənədir. İndi kim istəsə tutar, kim istəsə tutmaz. Məcbur deyil. Bəli, məcbur deyil. Bəli, elə fikirləşirlər ki, yəni bu kim istəyir tutur, kim istəyir tutmur. Bu sadəcə gözəl bir aydır, indi kimdir. Yəni bu cür deyil. Əfsuslar olsun ki, məsələn İmam Səccad ağanın bir duası var, deyir ki, Allahümmə əlhimna ma'rifətə fadlih. İlahi, kömək ol Ramazanı tanıya bilim. Kömək ol Ramazanı tanıya bilim və iclalə hörmətih. Onun hörmətini saxlaya bilim. Ramazanı tanımaq bir məsələdir. Hörmətini də saxlamaq ikinci bir məsələdir. Ola bilər, biri Ramazanı, hələ Ramazanı tanımaq biraz çətin məsələdir. Çünki dediyimiz kimi Ramazan biz başa düşdüyümüz kimi deyil. Tamam başqa bir hey. Hələ məsələn Ramazanda bir gecə var, Allah buyurur ki, Peyğəmbərə və ma ədrakə ma leylətul qədr. Sən nə bilirsən Qədir gecəsi nədir? Hələ bu Ramazanda yerləşən bir gecədir. Biz onu tanımaq hələ belə Peyğəmbərə nədir? Çətindir. Yəni, söz buradadır ki, Ramazan ayında belə hallar həqiqətən də yaxşı bir şey deyil. Siz sual verdiniz, yadıma bir Peyğəmbərimizin gözəl bir hədisi düşdü. Ramazanı Peyğəmbər bizə çalışıb ki, müəyyən misallar çəkməklə bizə başa salsın, anlatsın Ramazanın həqiqətini. Bir yerdə belə buyurur ki, وَهُوَ شَهْرٌ دُعِيتُمْ فِيهِ إِلَى ضِيَافَةِ اللّٰهِ. Bu bir aydır ki, onda Allah qonaqlığına çağırılmışsınız siz. Bizə buyurur. Biz Ramazan yəni ilahi ziyafət. Ramazan yəni Allahın qonaqlığı. Bəli, biz başa düşürük ki, qonaqlığın xüsusi adabı olur. Qonaqlığın xüsusi ab-havası olur. Qonaqlıqda insan özünü aparma qaydası olur. Evdəki kimi aparmır, nə bilim, başqa yerdəki kimi aparmır, sərbəst aparmır. Ağır aparır. Bəli, qonaqlıqda insan çox məsuliyyətli və diqqətli aparır. Amandır bir söz deyərəm, bir hərəkət eləyərəm.
Balaca bir dənə hərəkət, balaca bir dənə söz. Bu qonaqlıq ki, çox möhtəşəm bir qonaqlıqdır. Artıq ora insan ki, daxil oldu, onun özün çox məsuliyyətli və diqqətli aparır. Hər bir hərəkətinə, balaca da olsa, hər bir danışığına, hərəkətinə insan xüsusi diqqət yetirir. Çünki fikirləşir ki, mən qonaqlıqdayam. Peyğəmbər də Ramazanı Allahın qonaqlıq ayı sayır. Və insan Ramazandadırsa, deməli Allah qonaqlığındadır. Allah qonaqlığındadırsa, deməli insan bütün hərəkətlərinə fikir verməlidir. Elə insanlara məsələn olur ki, deyirsən ki, bəs axı sən niyə yeyirsən, içirsən də? Deyir, mən oruc deyiləm ki. Bəli, ən yaxşı söz elə budur ki, onlara deyiləsi söz, oruc deyilsən, amma Ramazan ayıdır. Ramazanın hörməti var. Ramazanın izzəti var. İnsan bu hərəkətlə Ramazanın hörmətini sındıra bilər. Və sındırır da daha doğrusu. Ona görə də əgər insan üzürlü səbəbdirsə, gərək gizdində, aşkar olmuyor bu şey. Gizdində heç olmasa məsələn, o da müəyyən qədər, da indi səfərdədir deyək, ya xəstədir deyək, gizdində bu işi görməlidir. Və ona da bu cür başa salanda o qayıdır deyir ki, əşki, gizdində Allahda gizdin deyilsə, bəndədən niyə gizdin eləyim axı? Biz çox şeylər var ki, gizdində eləyirik. Yəni, elə hər şeyi aşkarda eləmək olmaz ki. Əgər Ramazanda biri özünü apara bilmirsə, onun qolundan tutarlar, deyərlər ki, sən gör, harada iştirak edirsən? Sən haradasan? Məsələn, biri bir müqəddəs ziyarətgaha gedib, o özünü apara bilməyəndə deyərlər ki, sən gör, hara gəlmirsən? O dəqiqə özünü yığışdırır. Ramazanda da gör, biz sadəcə bir təqvim ayında deyilik. Biz ilahi ziyafətdəyik. Oruc da tuta bilməsək, özümüzü oruc tutanlar kimi aparaq. Allahın ona da bir xüsusi mərhəməti olar, elə insanlara xüsusi diqqəti olar ki, bu oruç tuta bilmədi üzürcü səbəbdən. Amma Ramazanın da hörmətini saxladı. O hörmət saxlamaq növbəti bir məsələdir ki, Quranda da ayəsi var. Və mən yuazzim şəairəllah fə innəhə min təqvəl qulub. Hər kəs Allahın nişanələrinə, Allahın şüarlarına hörmət eləsə, o onun qəlbinin təmizliyindəndir. Biz Ramazanda oruç tuta bilməsək də müəyyən səbəblərdən, amma heç olmasa Allahın nişanəsinə, ki, Ramazan Allahın şüarıdır, nişanəsidir, ona görə biz hörmətlə yanaşaq və o işləri aşkarda görməyək. Hacı, verişin vaxtı məhduddur. Son olaraq Ramazan ayında oruç tutanlara öz tövsiyələriniz. Bəli, Ramazan ayında elə ən böyük tövsiyə bu olar ki, oruç tutduğumuz vaxt əgər özümüzü günahlardan, haramlardan qoruya bilsək, bu bizim üçün ən böyük qazanc olar. Əli əleyhissalam Peyğəmbərə sual verdi ki, ya Rasulallah, bu ayda ən gözəl əməl hansı əməldir? Peyğəmbərimiz buyurdu ki, əl-vərə'u ən-məharimillah, Allahın haramlarından çəkinmək. Bəli, elə biz oruç tutduğumuz vaxt çox yaxşı fürsətdir ki, günahlardan da çəkinək və bu günahlardan çəkinmənin özü bizdə bir təqva yaradır. Allahdan da elə istəyim budur ki, Allah o təqva ruhunu inşallah bizim daxilimizdə, ruhumuzda yaratsın. İnşallah Ramazanda da oruç tuta bilməyənlər dediyimiz kimi heç olmasa aşkar yeməsinlər, içməsinlər və orucun, Ramazanın o ilahi ziyafətin ab-havasını qoruyub saxlasınlar, ona hörmətlə yanaşsınlar. Çox sağ olun. Buyurun, Allah razı olsun, çox sağ olun. Allah razı olsun. Buyurun. Belə əziz izləyicilər, inanaq ki, mövzu marağınıza səbəb oldu. Bugün biz Ramazan ayının dəyərlərinin qorunması haqqında müzakirə apardıq. Müzakirə bağlı verişimizə ilahiyyatçı Hacı Sahib Məmmədovu dəvət etmişdik. Sizə mən Pəmin Rəhimli idim. Növbəti həftədə yenidən görüşmək ümidi ilə sizdən ayrılır. Allah'ın da sağ olun.